Sən öldün. Hər vaxtınız xeyir millət. İlk dəfədir baytarlıq klinikasına gəlmişəm. Maraqlıdır, gəlin görək nə var nə yox. Siz kimsiz Ayqa? Təzə kimsiz? Qaqa məni çıxarda bilərsə abdan. Hay. Abda müalicə alınan pişiklər yatır, hətta bəziləri çöldən tapılıb sahiblendirilir. Qaqa mən aparıyorsan ola. Qaqamın qoturbası var, apar mən apar. Mən səni sevirəm, mən bunu biləm çıxar. Bayaqdan özünü öldürür, Titok çırağım nə istəyir? Bayaqdan çıxmaq istəydin, çıx nə? Bir təmiz hava al hələ. Şəhələ götürdün, aparmasan öyə. Tüş dökmə sezonundadır, üstümə başıma bax da. Kakraz bir müştəri pişiklərini gətirdi, görək nə tər xidməti olacaq. Havra haradır? Qorxuram. İynə vuracaqsınız mı? İlk öncə çəkisinə baxılır, 3 kilo. Ay, təcili diyetə oturmalıyam. Hə, xidmət başlayır. Evdə dırnaqlarını tutamırlar bu şey. Salon istəyirəm də mən ona görə. Pişikləri şərat olurlar. Mən o qayçı yaxınlaşdıran kimi bir səsinin başına söylədim. Siz məni incidirsiniz. Püssə, həmişə əmin yanına gətirin. Xahiş edirəm, bir də vüsal stil eləməyin. Biraz yavaşsaq elə, yavaş. Bir şubalıq tüy çıxdı. İş, bırax, yoruldum. Və daranmayaq biz səni. Daramadan mən elə də belə də gözələm. Əsas məsələ çimmaqdır. Mən çimif zad eləmək istəmirəm. Hə, ya bu sənin istəyindən deyil. Fu, kim bilir abada nə qədər pişik çimif. Heyvan haqlarını çağırıb çimmək istəmirəm mən. Kömək eləyin. Qırışmaqla deyil, hansız da çiməzsən. Hamınızı şahid eləyəcəm, gözləyin siz. Özdə bahalı italyanski balzamla çimirlər ha. Nətərdir? Nəm, çıxan xoşuma gəldi elə bil. Tüklərin yudun heç nə qalmadı, yəni amma arıq bir şey qalmadı. Özdə bu şampun heyvanın bir əsi zad varsa, onları da tökür. Səni tapacam, unutmayacağam. Gözlə, nömrəvi yazarsan mı? Saqqalımı yolduracağam səni. Yox. Suyu sıxır. Canı qurtardı nəhayət. Ləzzət elədi. Yeri başım nənə. Qəşəng qurula. Qulaqsat da təmizləndi və getdi qurumağa. Siz görərsiniz dayanın. Bu həkimimiz də çox professional bir şəkildə heyvanların müalicəsi, əməliyyatı ilə məşğul olur. Abməsimiz də qurudu, indi ona qurd dərmanı verilir. Abi nə də? Öldürmək istəyirsiniz həmə? Hə? Öldürürsə istəmirəm. Belə çox professional və sonunda möhtəşəm bir ətir. O nədir? Cevelle. Fu, mən kasbətlər istəmirəm. Fu, şş. Di öya, eşiya. Başınıza dəysin. O qədər də şirin heyvanlar gəlir ki, bütün gün avra. O nədir? Əmin, nə olar dinən mənə çimizdirməsin. Hə, bu dəqiqə. Adam kişi olar hə. Qardaşın çimizdirməyə anamızın biz uşaq vaxtı zorla basıb çimizdirməyinə oxşayır. Sabahın nənənin nəvəsi bu. Səni çırıqlamaq mənə borc olsun. Parçalayacağım sənə bax. Sən öldün. Qardaş da yəni belə azcırıqlamayıblar. Əlavə olaraq Medved klinikasında vaksinləri, yemək, qida əlavələri, heyvanların xarici pasport əldə etməsi üçün bütün sənədlərin verilməsi mövcuddur. Ev heyvanları xaric çöldəki hər hansısa bir heyvanı gətirib müalicə elətdirmək istəsəniz, buna görə sizə 50% endirim olunacaq.